Burada yəni əsasən problemlər yönəlib mənzilin yaxşılaşdırılmasına, yəni mənzil şəraitinin yenilənməsinə əlbəttə ki, çox vacib məsələdir və eyni zamanda burada ekologiyamızın qorunması çox vacib məsələlərdəndir. Mən hörmətli Orxan müəllimə təşəkkür edirəm ki, yəni öz çıxışında da və təkliflərində də bu məsələlərə toxundu. Yəni əsasən burada şəhərdə yaşayış məntəqələrində yaşıllıqların qorunması, eyni zamanda balansın pozulmaması şərti ilə yəni tikintilərin aparılması, yəni köhnə yaşayış yerlərinin ləğv edilərək yeni binaların tikilməsi, yəni bu halda yəni yaşıllıqların qorunması çox vacib məsələdir. Yəni Azərbaycan Respublikasının yəni bu yaşılların mühafizəsi ilə bağlı qanunvericilikdə də öz yəni təsbitini tapıb ki, yeni yaşayış yerlərinin salınması, eyni zamanda yeni layihələndirilən sənədlərdə ən azı 40% miqdarında yaşıllıq nəzərdə tutulmalıdır, ərazinin 40%. Digər yəni sökülüb yenilənən ərazilərdə isə ən azı 25% yaşıllıq nəzərdə tutulmalıdır. Bir çox yəni tikinti şirkətləri, o cümlədən tikinti ilə məşğul olan şəxslər, hüquqi fiziki şəxslər tərəfindən bəzi hallarda yəni yaşıllıq normalarının gözlənməməsi hallarına da rast gəlirik. Kifayət qədər mətbuatda da yəni işlandırılır bu məsələlər, həm maarifləndirici tədbirlər kimi, həm görülmüş tədbirlər kimi. Yəni burada bəzən şəhərin bir ərazisində yaşıllıq kifayət qədər, yəni çoxdur, digər ərazisində isə ümumiyyətlə demək olar ki, yaşıllıq yoxdur. Məsəl üçün, insanların mənzil şəraiti təmin olunarkən, onların istirahəti də, yəni yaşıllıqda, parklarda istirahəti də təmin olunmalıdır. Təsəvvür edin ki, Bakı şəhərinin özü yarım səhra zonasında yerləşir, yarım səhra. Həm iqlimi baxımından, həm landşaftı baxımından. Təsəvvür edək ki, haradasa bir boş çöldə oturub, günün altında oturmuşuq və yaxud da ki, şəhərin hansısa bir hissəsində bir parkda oturmuşuq. Görün, nə qədər yəni bunun fərqi var. Eyni ilə yəni Bakı şəhərinin ərazisi də Abşeron yarımadasının digər əraziləri yarım səhra zonasında yerləşən bir zonadır. Bəzi ərazilər mən hətta deyərdim ki, elə tikintilərlə həmin elə yarım səhra zonasına da çevrilib. Mənə gəlir ki, yəni həm bütün dövlət, bu sahədə fəaliyyət göstərən bütün dövlət qurumları da, yəni icazə verən təşkilatlar da yaşıllıqların qorunması məsələsində çox diqqətli olmalıdırlar. Mən xahiş edərdim, yəni həmin dövlət qurumlarından ki, yəni qarşılıqlı fəaliyyət nəticəsində bu yaşıllıqların qorunmasını təşkil edək və onların azalmasının qarşısını alaq. Mən yəni çıxışımı çox uzatmaq istəmirəm. Yəni əsas məsələ həm burada əhalinin mənzil şəraitinin yaxşılaşdırılması ilə yanaşı, Bakının şəhərlərin, yaşayış məntəqələrinin ətraf mühitinin qorunması, eyni zamanda yəni mikroiqlimin, yəni bu yaşıllıq sahələri ilədir ki, mikroiqlim yaradır. Yəni sanki bir sərinlik gətirir Bakı şəhərinə. Təsəvvür edin də, yəni bir var oturasınız hansısa o Binəqədinin, yəni çöllərində olan ərazilərdə olan o yaşıllığı olmayan sahələrdə, bir var da Bakının mərkəzindəki hansısa bir parkda oturasan, əlbəttə ki, bu böyük təsir edir. Çox sağ olun, minnətdarım. Mən Baku Rifah Rezidensin həm təsisçiyəm, həm rəhbəriyəm. Uzun müddətdir Bakıda indi tanıyanlar tanıyır, biz böyük layihələr həyata keçiririk, tikinti layihələri. Həqiqətən belə götürəndə bugün tikinti şirkətinin, tikintiyə investisiya qoyan iş adamının ən böyük problemi elə bu köçürmə məsələsidir. Bugün Şəhərsalma Arxitektura Komitəsi bir koefisiyent müəyyən edib, məsələn, bayaq Məhət Məmdə qeyd elədi, 1 hektara 2.8. Bu iş adamları üçün normaldır. Bakımızın sıxılığı üçün də normaldır. Bəli, əmsal. Məsələn, 1 hektar ərazin varsa, sən orada 28.000 kvadrat tikinti apara bilərsən. O da
satış etibariyle de hesaplayanda gəlir çıxır 25 bini. Olsun, bu yəni bir iş adamı üçün mən düşünürəm sorun deyil. Amma əsas problem o deyil. Mən düşünürəm iş adamları da mənim dediklərimi təsdiqləyər. Burada başqa narahatçılıq, başqa belə maneələr yoxdur. Sadəcə problem əsas elə bu sizin bu qaldırdığınız məsələdir, bu köçürmə məsələsi. Zaten mən sizə inandırım ki, investisiya qoymaq da belə çox çətin deyil. Bankla işləmək də elə çətin deyil. Yəni, dahi investor gətirmək də çətin deyil. Bizim xaricdə dostlarımız da var, onlar da dahi. Ümumiyyətlə, Azərbaycan, mən deyərdim, son vaxtlarda ən investisiya qoyulası, ən işlənləsi, ən rahat ölkədir. Məsələn, bizə o qədər başqa ölkələrdən təklif, mən şəxsən getmək istəmirəm. Niyə? Çünki buranı qoyub adam heç yerə getmək istəmirəm. Mən necə gedim, məsələn, Özbəkistanda, Qazaxıstanda, gedim orada, qohum yox, əqrəbə yox, indi 3-5 dostla da belə alınmaz. Ona görə də mən də düşünürəm ki, bunun bir nizam tərəzzisi olmalıdır, bu köçürülmədir. Mən demirəm, mən bəzən, bax, bu yaxınlarda elə bizim bu hal-hazırda bir köçürmə layihəmiz var. Mənə zəng vurublar, deyirəm, bəs orada bir 100 kvadratlıq mənzil var idi. Onun məsələsi necə oldu? Deyirəm, valla, biz demək istəmirik, elə rəqəm deyir ki, yəni biz demək istəmirik. Nə qədər istəyir? 280 kvadrat, 2 dənə 140 kvadratlıq bizdə mənzil var, məsələn, bunu istəyir. Bunun, yəni, mən bunu necə eləməliyim? Düşünürəm, məsələn, gəl belə açıq danışalım. Mən bunu məhkəməyə müraciət eləsəm, bu nə qədər çəkəcək? Ən azı 1-2 il çəkəcək. Məhkəmədə laf tutaq ki, bizdə indi ümumiyyətlə köçürməyə başlayanda mən düşünürəm, hər iş adamı buna razılaşar ki, nəzərdə tutursan ki, 100 kvadratsa mən buna nəzərdə tuturam 20%, 30% üstündə əlavə kvadrat. Biz sevə-sevə razıyıq ona. Amma gəl indi qarşı tərəf razıdırmı? Onu da hərdən mən deyirəm, məsələn, deyirlər, nə qərar verirsiniz? Bu 100 kvadrata 280 istəyir. Deyirəm, valla, nə qərar verəcəm? Bir şanslı da düşüb əlinə, neynəsin? O da istəyir ki, çox alsın da. Amma çox almağın da bir dərəcəsi var da. Bu, bizim el dilində bir halallıq deyə bir şey də var. Yəni, bu həqiqətən bunun bir, mən düşünürəm, mexanizm olmalıdır. Türkiyədə, məsələn, indi bayaq yoldaşlar da dedi, Türkiyədə qat qarşılığı deyə bir mexanizm var da. Yəni, heç onlarda bizim dostlarımız da orada işləyirlər, bilirik. Heç üstündə əlavə faiz də vermirlər. Məsələn, 100 kvadrat ev varsa, 100 kvadratda ev verirlər. Amma bizdə bu 100 kvadrata 120-130 yox, yeri gələndə 150, yeri gələndə bir 170 də veririk ki, bir işimiz geçsin. Çünki bugün məsələn 100 dənə orada köçürmədə ev varsa, onu sən 90'ı köçürdüsənsə, 10 dənəsi yerdə qalırsa, sən o 10 dənəyə görə burada üstün 5 milyon, 10 milyon pul qoymuşsan, sən o gözləyəsi deyilsən də, yəni məcbursan onu nəyin bahasına olursa olsun köçürdəsən. Bunda zor bir şey yoxdur, məcbursan ya məhkəmə ya da... Yəni deməyim odur ki, bunun bir mexanizm olmalıdır. Mən bayaq Qüdrət müəllim bir pilot layihə ilə bağlı bir şey dedi. Bəli, 2016-cı ildə bir qərar qəbul olundu. Pilot layihələr, əgər yadınızdadsa, o ərəfədə dollar inflyasiyası olmuşdu və çox insanların əksəriyyəti də, iş adamlarının, insanların əksəriyyəti də dolları evində saxlayırdı, heç yerə qoymaq istəmirdi də. Amma bu pilot layihə ki, qərar qəbul olundu, pilot layihə həyata keçdi, onda hamı belə bankında olan pulun da getdi, evində olan pulun da getdi, qoydu sərmayə kimi və həqiqətən Bakımızda böyük tikinti, quruculuq işləri başladı. Mən demirəm, o müəyyən qədər Bakı bizim hamımızındır. Bakının sakinləri də bizimdir, Bakının gözəlliyi də bizimdir. Sadəcə olaraq sıxlığı da biz nəzərə almalıyıq. İndi məlum qeyd elədik, ekoloji məsələlər də nəzərə almalıyıq. Bunlar hamısı olunmalıdır. Amma bunun fonunda mütləqdir ki, bu bir mexanizm zat məlum. Bu mexanizm olmasa, yəni bu məsələnin əsas mahiyyəti, mən deyərdim ki, elə bu tikinti sektorunda o köçürmənin mahiyyəti odur ki, o insanlarla bir
ortam bir sülh müqaviləsi deyimmi? Bir Ondan əvvəlsi. bəli, o olmasa biraz bu işləmə biraz çətindir. Təşəkkür edirəm. 32 ildir biz bu mənzil tikintisi ilə məşğuluq. Bəlkə də Bakı şəhərimizdə birinci də olmasa elə birincilər sırasında biz başlamışıq. Məşhur kərpişli evlər deyərlər, onları biz tikmişik. O zaman 12 il keçməsinə baxanda çox dəyişikliklər var, yaxşı tərəfə. Amma pis tərəfə odur ki, hamının, iş adamının, yəni ev tikməklə məşğul olanın bir dərdi var. Hər şey ötüşüb keçər, investisiya da keçər, istilik də keçər, ekonomikası keçər. Köçürmədir. Əgər inanın köçürməni qanun şəklində, bayaq Qüdrət müəllim dedi ki, qanun şəklinə salmaq çox çətindir, amma lazımdır. Əgər orada bir mexanizm, qanun olmasa, bizim buraya yığışıb danışmağımız boş şeydir. Deməli, Bakı şəhərində 17 min ədəd bina sökülməlidir. O cümlədən 1170-i Nizami rayonunda, hansı ki biz indi hazırda orada bu işlə məşğuluq. Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı var. Arxitektura və Şəhərsalma Komitəsinin sərəncamı var. 2 hektar torpaq sahəsində 4 dənə 50-ci, keçən əsrin 60-cı ildən tikilən binalar sökülüb, yerində müasir 16 mərtəbəli bina tikilməlidir. Deməli, binaların sökülməsinə 3 dənə amil təsir edir. Birinci, həmin binalar əgər keçən əsrin 50-ci, 60-cı illərində tikilibsə. İkinci, qəzalı vəziyyətdədirsə. Üçüncü, həmin binalar Bakı şəhərinin baş planına uyğun gəlmirsə. Həmin o 1700 mənzilində hər üçünə düşür. Biz bir şirkət olaraq Fövqəladə Hallar Nazirliyinin ekspertiza müraciət eləmiş. Gəliblər, həmin o binalar çox qəzalı vəziyyətdədir. Yəni, Allah eləməmişdən 3.5 bal zəlzələdə onlar uçacaq. Yəni, biri tikilib keçən əsrin 59-cu ilində, biri 60-cı ilində, o birilər 58-ci ildə, belə. İkinci tərəfdən, 2 mərtəbəli binalardır. Ən böyük mənzil 55 kvadratdır, 3 otaq üçün. 4 otaq söhbət yoxdur. 2 otaqlı 44 kvadratdır. İnanın dedim, orada 3 ailə də yaşayır, 2 ailə də yaşayır. Bəzən, nə bilim, nəvəli nəsil olanda 5-6 nəfər yaşaya bilir. İndi bizə tapşırılıb ki, göstəriş verir ki, bu binalar sökün, yerində müasir tipli binalar tikir. Hər şeyimiz hazırdır. Allah bütün, o belə deyək də, Bakımızın idarə və müəssisələrinin hamısının canını sağ elə. Hər şeyimiz hazırdır. Köçüdə bilmir. 28 mənzildən 22-si köçüb. Müqavilə bağlanıb. İndi gəl görüm, o 22-sini oradan çıxara bilərsən. Çıxatsa da deyirlər, evə, pəncərəsinə, qapısına toxunma. Çünki Melisan günə düşərsən. O da çıxandan sonra əllərində böyük bir bayraq var. Bizim evə heç nə edə bilməzsiniz, bizə toxuna bilməzsiniz, yoxsa gedirik, siz də onun günə düşərsiniz. Bəs nəyə niyək? 4-ü məhkəmədədir. Məhkəmə tapşırıq verir ki, 6 aydır məhkəmə gedir, dostum dedi. Gedin, razılaşın. Gedin, ortaq mərəzə. Mən deyirəm ki, evin 2 otağım var, 44. Mən sənə 88 kvadrat, bayaq yolu dedi 20-30 faiz, 100 faizdə, yəni 44-ə 88 kvadrat. İstədiyiniz mərtəbəni seç. Cənuba baxanı seç, şimala baxanı seç. Yox, mən 2 dənə 2 otaq istəyirəm. Deyirəm ki, yox, heç olmasa bir 2 otaq, bir dənə də başqa bir otaq. Yox, 2 dənə 2 otaq. Mənim 2 oğlum var. Deyirəm, mən bəlkə 3 oğlum olsaydı, mən 3-ünü verməliydim sizə. Üz etdim, elə sayda danışdığıma görə olanı deyirəm. Deyirəm, bəlkə 3 otaq oğlumuz olsun, onda nə edəcəkdim? Qızımız yoxdur, deyir var. Deyirəm ki, birində qızımıza istəyin də. Deyir, yox, onun əri özü o biri binadan alacaq. Yox, sən də insaflıdır. Çox. Məhkəmə gəlir. Məhkəmədən çıxıb dəvət eləyirik bunları biz öz üzrə ofisimizə. Deyirəm ki, ev istəyirsən? Yox. 2 dənə 1-2, 1-3. Yaxşı, deyirəm, evi satır. Satıram deyirəm. Deyirəm, neçəyə? 44 kvadrat deyir, 250 min. Deyirəm ki, axı, üzr istəyirəm. Bizim məşhur yerimiz Bakı Şəhər Sovetinin ətrafıdır, bulvarımızdır. Başqa yerlərdə orada deyirəm, ən bahalı bu dəqiqə ev 4000-dir. Sən də 4000 elə də, bu da elə 160 min. Sən niyə 8 min deyirsən? Deyir, ev mənim deyil.
Belə istəyirəm. Elə problem var. Bax, Zahid müəllim, Qüdrət müəllim, yoldaşlar, burada şəhər salmadan da əyləşiblər. Bax, burada belə hamısı çoxsa iş alır. Hər sahədə var. Heç bir şey lazım deyil. Köçürməni qaydaya salın. Qalan şeyi biz tapacağıq. Banklardan da kredi götürəcəyik. Qaynanamızın, qaynatamızın evini satıb gətirib bura qoyub sonra onları müasir evlərdə alacağıq. Özümüzün evimiz də var. Lazım olsa onları da satıb gətirib bura qoyacağıq. Vallahi qulağına heç kəsə ehtiyacımız olmaz. Köçürmədə bizə kömək edin. Aydın oldu. Qoy bir dənə məhkəmə deyim. Məhkəmə deyəcəyim barış. Çağırırıq. Ha, ikisi ilə barışmışıq. 4 nəfərdən. İkisi ilə yolla bir. Böyük məhkəmədir. Bax məhkəmədən indi məhkəmədə heç bir şey alınmadı. 6 aydır məhkəmə gedir, heç bir şey alınmır. Məhkəmə Ədliyyə Nazirliyinin ekspertizası müraciət elədi ki, gəlin bunların evinin həm də kvadrat məsələsini nizam ölçün deyin, həm də qiymətini. Ekspertlər gəldi, 2050 manat qiymət qoydu. Çox yüksək qiymət qoyuldu, amma ona da razıyıq. 2050 manata. Çünki həmin evi 250 manata heç kim almaz. Çünki sıroku gedib də bu deyilir 90 bin. 250 minə danışdı. Düz ikisi ilə razılaşdıq. Deyək də belə. O da niyə yazır? Üz istə. Mən Naxçıvanda qonşularım olduğuna görə bir də yazığı gəldi mənə razılaşdı. Çox incitmədi. Amma razılaşa bilmir. Xahiş edirəm. Bir dənə köçürmədə bizə kömək edin.